PKK terror təşkilatı Türkiyədən bütün qüvvələrini geri çəkdiyini açıqlayıb. Gözaltı Qafqazinfoya istinadən xəbər verir ki, bu barədə PKK bugün açıqlama yayıb. Bildirib ki, Türkiyədəki bütün qüvvələri geri çəkirlər. Bu addım PKK-nın lideri Abdullah Öcalanın çağırışı və təşkilatın 12-ci konqresində qəbul edilən qərarlar əsasında atılıb. Məlumata görə Öcalanın çağırışından sonra özünü ləğv etmək qərarı verən PKK bu bəyanatla silah qoyma prosesinin yeni mərhələsinə keçdiyini açıqlayıb. Bir gün əvvəl PKK-ya yaxın media orqanları təşkilatın Öcalanın çağırışı və əvvəlki konqres qərarları əsasında yeni addım atacağı barədə xəbər yaymışdılar. Bu xəbərlərdə bugünkü açıqlamanın veriləcəyi öncədən bildirilmişdi. Gündəlik hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin. Söz altında yox, göz altıda qalın.